Binada güclü yanğın hadisəsi baş verib. Bir neçə dəqiqə bundan əvvəl hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları gəlib. Təxminən demək olar ki, 1 saatdır, hal-hazırda 1 saat olmağına baxmayaraq hələ də yanğının qarşısını almağa çalışırlar. Xeyli sayda polis əməkdaşları hadisə yerinə cəlb olunub, əhalinin təxliyə olunması üçün. Məlumata görə bir nəfər, hələlik aldığımız məlumata görə bir nəfər xəsarət alıb hadisə zamanı. Hal-hazırda gördüyünüz kimi yanğının qarşısını almağa çalışırlar. Binanın damında güclü yanğın baş verdiyindən çətinliklər oradadır. Sərxan operatorundan xahiş edim göstərsin, binanın damında hələ də yanğın davam edir və yanğından mühafizə xidməti əməkdaşları hal-hazırda yanğının qarşısını almağa çalışırlar. Bir daha qeyd edim ki, yanğının qarşısı tam aldığından sonra tamamlama işləri bitdikdən sonra əlavə hadisənin baş vermə səbəbləri və ümumiyyətlə hadisə barədə məlumat veriləcək və Fövqəladə Hallar Nazirliyi əməkdaşları bildirirlər ki, açıqlama olacaq hadisə ilə bağlı məlumat veriləcək və hal-hazırda da gördüyünüz kimi yanğının qarşısını almağa çalışacaq və ətrafda demək olar ki, xeyli sayda polis əməkdaşları, təcili tibbi yardım briqadasının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hal-hazırda hadisə yerində işlər aparırlar.